Qasımova Aygün Azad qızı. Siz burada yaşıyorsunuz. Bəli. Göstərebilirsiniz. Bəli, xanım, buyurun. Gəl. Üstüne sık. Ha, onun üstüne. Şöyle gidelim. Xanım, 4 aydır evli remont eləmişəm. 4 aydır. Ver, tam şeyi. Bax xanım, su ora qədər idi. Yoldaşım taxta gətirib almışım taxtasını. Əyamı qoyub orada oturmuşam. Bütün hər şeyim, bax. Gün icra hakimiyyəti gəlib bir dənə motor qoyub. Suyu çəkib. Evləm, Hər şey yaxınlaşıb. Bütün polumu da çəkib. təmir, Çox xahiş bütün şey. edirəm. Ham da bilir. Bize təmir etmişler. Bax, xanım. Uşağa tuvalet gidip onun için. Hamısı suda olur. Bakın o bu suda. Mən 7 gündür, 6 gündür baxın. O da patoloğum, baxın. Bir aşağıya çəkin. Hamısı 4 ayın remontudur. Hər bir şey, bax qapı almışam. Hamısını dedim, bəxtə belə düşürəm. Hər şeyimi təzə eləyim. Gəlin. Bak suyu bizi görsünüz. Burada yaşamak mümkün Ben değil. hara gidip. Bəli. İzi görürsünüz orada. Su oradan idi bak. Suyun Oradan içində qaldım. Heç bir orqan gəlib mənə dəstək olmadı ki, bəlkə öldü suyun içində. Yəni, Dəfələrlə canlılaşmışam, bir şey. canlıda tok məni vurub. Bax vəziyyətim, inanırsınız, mən hər şeyim məhv oldu. Mənim artıq heç bir istədiyi heç nəyim yox. Orada otururam, ayağımı qoyuram, gözləyirəm. Gözüm görə mənim evim inanırsınız su bastı. Mən dedim, evim, sən məni buraxdın, mən səni buraxmayacağım. Uşağım təhsildən yayınıb. İnanın ki, mənim vəziyyətim bizdir. Allah'ım dostum xanım. Heç bir qurum məni eşitmir. Çox pisəm, acına dağılıb. İnanırsa qonşular çıxıb buradan, haradasa yaşayır, gelir, yemək gətirir mənə. Bir dənə fərli yoldaşım var. Siz orada yatırsınız. Yatıram, inanın ki, burada otururam. Bakın, bütün toyuqsuz öldü. 4 dənə düzə var, hamısını salmışam bura. Onu bura qoyub üşüdürdüm, böyle şərbitle. Qonşu sapıq alıb verib mənə, valla deyirəm. Çox xahiş edirəm, məni bax, poluna baxın xanım, bura bax. Buranın hamısı belə çəkib, hamısı belə gedir. Bu ümumiyyətlə sökülməlidir, evimin oldan yığılmalıdır. Mənim vəziyyətim budur. Ən acı olan mənim qızımın cehizləri, bax gücüm çatıb, hamısını əziyyətlə aldım, hamısı məhv oldu. Qapılara kredit ödəyirəm, bəxtə belə düşmüşəm. Qoxlu mebeli yığdırmışam, hamısı kredit, zəng eləyirlər ki, pulu ver, çəkib atıraq deyil, o bizim problemimiz deyil. Qalmışam belə, Allah hamd olsun, mənim bu, mənə dəstək olmasınlar, özümü töküb yandıracam bu evdə. Mən nə deyim, hər şeyim məhv oldu, nə deyim xanım, qurban olum sizə, başınıza dönüm, işıqlandırın. Vəziyyətim yəni budur, mən buradan su oldu, inanırsınız, getməyə yerim yoxdur, uşağımı valideynə qoymuşam. Mənim bu günüm budur, heç kim də gəlmir, yalandan gəlirlər, büyünlərimi icra hakimiyyəti bir dənə motor qoyub, canlaşmışam, 2 dəqiqədən sonra bağladılar. Bura qoyun motoru. Motoru birini bura qoydu, bir dənə motor gətirmişdi, birini də ora bax bacı. İyi görürsünüz. İdeyi bacı bir dənə bura bax. Berbat gündür. Gel bura bax. Bax. Baxın, baxın. Ha sudur. Bura qoydurdum motoru. Canlaşmışdım. Canla bağlayan ki motoru yığışdırdılar. Mənə artıq da kimdəsə hər şeyim batdı. Mebellərim, qonşunun oğlu Elmirlə mebel yatdığım yerdə mebel belə açıldı, töküldü. İnanırsınız? Hamısı hər şeyim kredit. Hər şeyini oldan almışdım. Budur vəziyyətim. Artıq tərəzidə bacı sizdən xahiş edirəm. Gücümüz sizə çatır. Səsimizi çatdırın. Yəni mən acınacaqlı vəziyyətdəyəm. 6 gündür mənim uşaqlarım üzünə həsrətəm. Çörək yemirəm. Aclıq ilan eləmişəm. Bu dövlətin, bu romanın sahibi bir kişi çıxacaq da ortaya. Çox xahiş edirəm. Qurban olun, səsimi çatdırın hər kəsə. Romanın cəmaatını qutarın bu bəladan. Çox xahiş edirəm.